Hə, köhnələr. Mən siyasətdən demək olar ki, uzaq adamam. Yəni siyasətlə məşğul deyiləm, bu mənim peşəm deyil. Amma hal-hazırda Türkiyədə baş verən hadisələri görəndə ən aşağısı özümə borc bilirəm ki, bir dəstək olum. Yəni bir mövqeyimi bildirim və sizdən də mən dəstək gözləyirəm. Çünki hamınız bilirsiniz ki, Rəcəb Tayyip Ərdoğanın, yəni şəxsən, yəni ki, Azərbaycan üçün, yəni elədikləri, Azərbaycana qarşı olan sevgisi, bizim, yəni prezidentimizlə olan sırf münasibətləri, bunlar hamısı alqışa layiqdirlər. İndi gəlin keçək əsas məsələyə. Siz görürsünüz nə baş verir orada? Yəni Türkiyənin son zamanlar çox saylı siyasi uğurları Yaxın Şərqdə və Aralıq dənizin ətrafında olan ölkələrdə dünyanın bütün siyasi proseslərində demək olar ki, iştirak eləməsi bir sıra dövlətləri çox narahat edir. Bu bir sıra dövlətlər də məlumdur kimlərdir. Başda ABŞ olmaqla burada Rusiya da var və bir neçə Avropa dövlətləri. Hansı ki, bu dəqiqə çox maraqlıdırlar ki, Türkiyə zəifləsin və buna görə Türkiyədə Əkrəm oğlu kimini, yəni İstanbulun hal-hazırda həbs olunan merindən söhbət gedir də, onu istəyirlər hakimiyyətə gətirsinlər. Çünki o rahat idarə olunan, yəni nəzarət altında saxlanılan bir insandır. Sözsüz ki, bu barədə Rəcəb Tayyip Ərdoğan kimi adam bilir, yəni onun artıq bu barədə məlumatı var idi və görülən əməliyyat onu göstərir ki, yəni Türkiyənin lazım olan xüsusi, yəni ki, xidmət orqanları buna qarşı müəyyən preventiv tədbirlər artıq çoxdan görüblər. Yəni onlar çoxdan da nəzarət altındadırlar. Söhbət Əkrəmoğludan gedir və Əkrəmoğluya qarşı çox ciddi bir ittihamlar sürülüb. Yəni bir əməlli başlı bir mafiya yaratmaq, yəni mafiyada da yəni ki, nə idi? Müəyyən saxta yollarla bir cinayətkarlar qruplaşması elə eləyirdilər ki, tenderları hamısı onlar udurdular, yəni pullaşırdılar, maliyyələşirdilər. Digər tərəfdən də ki, PKK ilə, yəni Kürdlərin partiyası ilə müəyyən gizli bir bağlantılar. Bu çox ciddi bir ittihamlardır. Türkiyədə özünüz bilirsiniz necə dövlətdir. Orada elə-belə naxalqa atmaq mümkün deyil. Yəni belə bir şey varsa, bu çox güman ki, doğrudan da elədir. İndi gəlin bizə də, necə deyərlər, bizim məsələmizə. Yəni mən artıq sayladım, yəni ki, Rəcəb Tayyip Ərdoğanın mənası bizim üçün nə qədər böyükdür, Azərbaycan üçün nə qədər böyükdür. Yəni sizə hamınızı mən çağırıram ki, Rəcəb Tayyip Ərdoğana dəstək olaq. İnandırım sizə, biz buradan elə tam şəkildə elə ancaq elə bu şər yazmaqla, kommentari yazmaqla, repostla, öz fikirlərimizi bildirməklə bu elə böyük bir dəstəkdir. Yəni bizim dediklərimiz havaya getməyəcək. 100% bizim türk qardaşlarımıza çatacaq. İnşallah mən ümidvaram ki, Rəcəb Tayyip Ərdoğan bu məsələdən də, yəni necə lazımdır, belə tədbirə layiq çıxacaq və bütün türkün düşmənləri hamısı məğlub olacaqlar. Ulu Tanrı türkü qorusun. Qəlbdən qəlbə.